Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizə Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsində Gürcüstan Şallıq Sarayının yaxınlığında təzə təmirdən sonra yaşayış olmayan bir mənzil təqdim edirəm. Mənzilimiz 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 52 kvadratdır, kubçalıdır, dövlət ipotekasına tam yararlı bir mənzildir. Orta blokdur, orta mənzildir, yəni yer çəkən mənzildir. Həyətə və yola baxışı var, önü açıqdır, videodan da görürsünüz, gün düşən bir mənzildir. Mənzilimizin böyük planda olan qonaq otağıdır. Mənzilimizin giriş qapısıdır. Giriş qapısına dəhliz boyu gəldikdə solda qonaq otağı yerləşir. Sağa sanitar qovşağı və sanuzel yerləşdirilib. Burada tam təmirlidir. Döşəmə isti döşəmədir. Burası isə mənzilimizin yataq otağıdır. Mətbəx mebeldə mətbəx hissəyə yığılıb gördüyünüz kimi. Döşəmə qranit təbəqəsidir, isti döşəmədir. İstəsəniz ara kəsməni bağlaya bilərsiniz. Mənzilimizin start qiyməti 130 min manatdır. Real alıcı olarsa qiyməti danışıb razılaşmaq olacaq. Açar məndədir, istənilən vaxt baxmaq mümkündür. Sağ olun, salamat.